istifadə eləmişəm. Bunu dedin kim verib sənə? Bu şəkili? Onu ata Tərzibaşı. Sən İraqda olanda da? Mən İraqda Kərkükdə olanda, Kərkükdə ona qonaq getmişdim. Xüsusi. Xeyli kitablarım verib mənə falan. O onundur. Gözəl bir şey. Bax, bu ay sağ ol. Bu mənim atamın qamçısının, bu ceyran ayağıdır əslində. Ceyran ayağını düzəltdiribmiş atam, özü vurduğu ceyranın ayağıdır. Təbiidir, həqiqi. Tüklər var idi sizdə, zaman getdikcə şey yeyir də. Gözün qalıbdır bəzi yerlərində. Bu onu, atam çox gözəl minici idi. Əvvəl antikvar mağazini olub, sonra isə yaxşı atları olub atamın. Gözəl atlar saxlayardı. Doğulduqca səfərdə qalardı. Bu odur. Burada bax, çox orijinal bir Quran var. Bu da mənim nənəmin evindən mənə yadigar qalan bir şeydir. Bir saat göstərim sizə. Bax, Turam fikir ver. Bilənlər deyirlər ki, bunların ornamentlərinin işlənməsinə 70 qram bu Qurana şey gedibdir. Qızıl işlənibdir. Fikir ver. Bunun cildi Səmərqənd işidir. Elə kağızı da Səmərqənd ipəyindəndir. Belə, hər surənin, hər ayənin başlanğıcı heç birisi bir-birinə bənzəmir. Təkrar yoxdur. Bilirsən, qopub, amma cildə verməyə qorxuram. Bilirəm ki, bunu elə ehtiyatla qorxuram, eləyə bilməyələr şey olsun. Burada bəzi yerlər var. İstərdim ki, onlara da göstərəsən, əgər mümkündürsə. Dayan, qızım. Şahız qoymuşam arasına. Buna bax. Bunu heç bilmirəm, bu incəlikləri verə bilə. Gör, bunu hansı qələmlə, ancaq qızıl suyu ilə işlənib bu ornamentlər, fikir ver. O səhifədə də, bax, arada şey olur. Bax, bu səhifədə də. Bu da kənarları. Bu başlıqlar da elələr. Başlıqların da heç birisi təkrar olunmur qətiyyən. Fikir ver, cüzlərin arası. Təkrar olunmur qətiyyən. Çox qeyri-adi Qurandır. Bir ara ehtiyacım oldu. İstədim ki, aparam, verəm əl yazmaları fonduna. Sonra fikirləşdim ki, yox. Evdə ən müqəddəs şey budur, qoyduruq. Bu nimçə 2 dənə idi bizdə. Vaxtı ilə inqilab hesab olunan 20-ci ildən əvvəl atamın antikvar mağazası var imiş. Antikvar mağazasından bizdə bir neçə şey qalmışdı. O cümlədən 2 bu nimçədə. Oğuzlar satıldı, bağışlandı, nə oldu bilmirəm. Bunun tayı sınmışdı. Tulladılar getdi. Çünki o zaman belə incə yapışdırma üsulunu bilən yox idi, restavrasiya üsulunu bilən yox idi bizdə. Bunun da bir hissəsi balaca qopmuşdu. Bu atamın yadigarıdır. Atamdan mənim evimdə qalan yeganə yadigardır. Mənim bir azarım var. Sonra o deyir, nə cür deyirlər ona, hobbi deyirlər, ondan sonra bəziləri deyirlər, balet eləyirəm, nə bilim, nə edirəm, belə şeylər. Yığırsan. Yığıram. Sevdiyim təsbihləri. Hansı ölkədə olmuşamsa, oradan mütləq oranın məscidinə getmişəm və oradan bir təsbih gətirmişəm. Birinci xüsusilə məni maraqlandıran, bax, bu təsbihdir. Bunu mən 73-cü il idi, ya 74-cü il idi, Kazana getmişdim.
O zamanlar belə şeyləri eləmək biraz çox çətin idi, məscidə girmək falan. Mən dəstədən ayrıldım bahanə ilə. Getdim Kazan, məşhur Kazan cami məscidinə. Gördüm ki, divarın dibində bax beləcə şeylər yığılıb. Mən elə ehtiramla məscidə girmişdim ki, oranın qocaları etiraz eləmədilər mənim bu cürə gəzməyimə, bir şey eləməyimə. Biri yaxınlaşdı mənə, dedim ki, bunlar nədir? Dedi ki, bu, o Ərəbistan xurmaları yoxdur. O xurmanın tumundan da təsbih düzəltmişik. Mıncırdan düzəldilən sünni təsbihləri murdar hesab edirik, ona görə. Dedim, bundan birini mənə bağışlayarsınız. Dedilər, əlbəttə. Dedim də, mən hardan gəlmişəm, nə? İlla da o ərəb əlifbası ilə divarlardakı yazıları, sonra lüstradakı yazıları oxuyanda onlara ləzzət verdi məni. İndi o zamanki müasir cavanlarda belə şeylər yox idi. Ona görə onlara ləzzət verdi. Bax, o oradandır. Bu təsbehi mənə İstanbul qazısı bağışlayıb. Belə-belə bu təsbih tumdan əkilib, göyərdilmiş tumdan yaradılıb. Bunu mənə Acaristanda Acar qardaşlarım bağışlayıblar. Görəcəksiniz, belə-belə bir 40-50 dənə təxminən mənim təsbihim var. Mən sevdiyim bir şey idi. İkinci toplayıb sevdiyim şey pul, qədim pul. Eramızın 45-ci ilindən üzü bəri bir sıra pullarım var, ən qədimi odur. Bir çoxunu isə müasirdir. Amma dünyanın bütün ölkələrindən özüm getdiyim, dostlarımın getdiyi ölkələrdən bu yığılıbdır, həmin pullar. Olardı. Bu yuxarıda gördüyünüz 5 dənə orada şey var. 6 dənə. Birincidə Allah yazılıb. Onu özüm almışam. Tamlaşdırmaqdan ötəri. İkinci, Məhəmməd. Peyğəmbərimiz Məhəmməd Mustafa sallallahu aleyhi və aleyhin adıdır. Sonra bu qalan 4 dənə, bunlar xəlifələrdir, Peyğəmbərdən sonraki xəlifələr. Buraya şiə dostlarım gələndə elə bilirlər ki, mən sünniyəm. Deyirlər, axı biz səni şiə bilirdik. Sənin öyündə Əbu Bəkir, Ömər, Osman, Əli. Bunlar nə varır? Əli olmalıdır təkcə. Deyirəm, ay qardaşlarım, əvvəla sabir demişkən sünniyəm, amma nə bə əmsalidən, şiəyəm, amma nə bə əşkaridən, sufiyəm, amma nə bu abdaldan, haqsıvən insanım, aşırvanılır. Mən müsəlmanım, mən Allahı, Peyğəmbəri və Qur'anı qəbul edən müsəlmanım. Mən bölmürəm milləti, bölmürəm dindaşlarımı heç bir yerə. İkincisinə qalanda əsas məsələ bundadır ki, bu 5 qətəni mənə öz evinin divarından qopardı. 1976-cı ildə, 77-ci ildə üzr istəyirəm, anamın vəfatından cəmi 40 gün sonra mən Bağdada getmişdim, icazə vermişlər. Onda mən Şah İsmail haqqındakı romanın üzərində işləyirdim və ezamiyyət almışdım SSR bağına. Orada kitabxanalardan material toplayırdım. Həmin dövrdə getmişdim Kərkükə. Kərkükdə böyük şərq alimi, Türk dünyasının ən böyük alimlərindən biri Əta Tərzibaşı öz evinin divarından belə necə deyirlər, dərisi ilə qopardıbdır, onu mənə bağışlayıb. Ona görə onlar mənim üçün əzizdir. Hətta